Hər vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun. Bugünkü sorğumuzda nəsillərin müqayisəsi olacaq. Jose Mourinho-lu heyətlə Antonio Conte-li bir heyətin müqayisəsi olacaq. Hazırsınızsa başlayaq. Təbii ki. Çex yoxsa Courtois? Çex. Terry yoxsa Cahill? Terry. Ricardo Carvalho yoxsa David Luiz? Ricardo Carvalho yoxsa David Luiz? David Luiz. Ashley Cole yoxsa Marcos Alonso? Marcos Alonso. Ashley Cole'un axırıncı çıxışından sonra Marcos Alonso. Ivanovic yoxsa Victor Moses? Ivanovic təbii ki. Essien yoxsa Kante? Bu çətin sualdır. Essien yoxsa Kante? Mən seçim qarşısında qalıram, amma Kante deyirəm, Kante. Çox gözəl. Lampard yoxsa Fabregas? Bu da ağır sualdır. Ancaq belə deyək, bizim əfsanəmiz olduğu üçün Lampard'ı seçirəm. Amma Kante deyirəm. Maraqlıdır. Ballak yoxsa Oscar? Ballak. Anelka yoxsa Willian? Anelka, Willian mövqeləri başqa olsa da Willian deyirəm. Mata yoxsa Hazard? Mata yoxsa Hazard? Təbii ki, Hazard. Və sonda Drogba yoxsa Costa? Təbii ki, Didier Drogba. Təşəkkür edirik sizə.